Yeni bir YouTube uzun videomdan hər birinizi salamlayıram uşaqlar. Məni YouTube'da bir çoxunuz tanımaya bilərsiniz əlbəttə. Bu normal bir şeydir çünki mən YouTube'u buraxdığım 2 ilə yaxındır. Bu videomda yəni ona görə seçdim ki, məni TikTok'da bir çoxu tanıyır, PUBG'də də bir çoxu tanıyır. TikTok'a elə Paradox TV yazan çıxan ilk insan mənəm. Takibim hər nə qədər az olsa da, az deyil, buna da şükür 1600 takip var orada və mən bir ayda buna eləmişəm. Bir ayda yəni mən kəşfətimi açıb hər videomu kəşfətə salmışam. Belə deyim sizə, Barışçının ekibinə qədər, hətta nə bilim, Azərbaycanda tanıdığımız bir çox fenomenlərə qədər gedib çıxmış videolarım var. Buna deməkdə məqsədim odur ki, yəni məni bir çoxunuz YouTube'da tanımaya bilərsiniz. TikTok'da kimdən soruşun, 95% PUBG oyuncusu Paradox'u əlbəttə tanıyır. Və artıq YouTube'a da başlamaq qərarı aldım. TikTok'dan bir, yəni belə deyim, gəlir əldə eləmədim və dedilər ki, YouTube'da daha çox, daha sərfəlidir. Mən də bundan istifadə elədim. Necə istifadə elədim? Bu, yenə deyirəm, ilk videomdur. TikTok'dan bura bir öz sabit kitləmi yönləndirəcəm. Bundan da artıq YouTube'a da yavaş-yavaş başlamış olacağıq. Belə deyim sizə, hər 1K takipli adamın kitləsi olmur. Bu qeyri-mümkün bir şeydir. Və mənim 1.6K takibim var. Amma buna baxmayaraq, demək olar ki, mənim 300-400 nəfərlik sabit kitləm var. Və bu hər adamın başı üçün deyil. Hər adamın başı üçün odur ki, yəni sabit kitləsi ola bilər. Amma 1K takipçili bir insanın 300-400 nəfəri sabit kitlədirsə, bu qeyri-mümkün bir şeydir. Bunu böyük ehtimal yəni böyük dərk eləyə biləcək yaşda olanlar başa düşür. Və bir də uşaqlar, mənim TikTok'da bilən bilir, yəni mən bu klanı qurmuşam. PTV klanı, Paradox TV klanı. Bunu da videonun başından bildirmək istəyirəm ki, klanımıza da alımlar davam eləyir. Son 19 nəfərlik yer qalıb və hər gün klan içi turnuvalar, 8 nəfərlik vovodaları, yəni o da deyəndə 8'li lobby, belə deyim sizə. Vovodalar da olur. Mənim TikTok'da canlılarımı bilən bilir. Canlı açıram, vovodası eləyirəm və ya canlıdan gələn adamlarla bir dənə beyni sevə rank kasıram. Bu videoda sadəcə belə danışdım. Bundan sonra inşallah yeni videolarda görüşərik. Gameplay videolar gələcək, səsli uzun videolar gələcək və ya UC paylamaq videolar gələcək. Hər nə qədər öz hesabıma UC vurmağı bəyənməsəm də, sizə mən UC çəkilişləri, RB çəkilişləri eləyəcəm. İnşallah yeni kanalımızda yeni videolarla görüşmək üzrə.